Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Goranboy rayonundur. Goranboy rayonunun bağışlayın. Dərmanlar kəndində deməli pafaktu 15, sənətdə 13 sot olan bax qarşıda gördüyünüz bir zal, bir böyük zal, eyni zamanda iki böyük otaq olan bax belə bir həyət evi satılır. Yenidən mən otaqlardan birinə keçirəm. Bax buranın ölçüsü 6-nın 5-ədir, təmirlidir, 2 qat kubiklə hörülüb. Kürsülüdür, polud taxtadır, splaşnoy möhkəm materialdır. Bax yeni gördüyünüz kimi təmirlidir. Buranın ölçüsü 6-nın 5-ədir. Sənədi çıxarışdır. Yəni torpağın öz sənədi. Asan xidmətdə alqı-satqı gedən sənəddir. Bura isə deməli ikinci otaqdır. İkinci otağın ölçüsü də yenidən 6-nın 5-ədir. Qarşıda gördüyünüz mebel evdə qalır. Bax belə bir həyət evinin qiyməti 53 min manatdır qiymətində. Mütləq razılaşma olmalıdır. Bura isə zalıdır. Zalın uzunluğu 9, eni 4 yarımdır. Bax yenidən mən sizə təmirini göstərirəm. Deməli bu Dərmanlar kəndi Gəncə-Bakı avtomagistral yolundan maksimum 2 kilometr məsafədə yerləşir. Bura isə mətbəğidir. Mətbəğin ölçüsü 3-ün 4-ədir. Yenidən mən sizə polunu göstərirəm. Bir də ki, otaqların necə yerləşməyini, hətta evin içərisində olan barısı da deməli 2 qatdır. Yenidən zalını göstərdim. Bax zalı böyükdür. Gördüyünüz kimi. İnsan onu da deyim ki, bu həyət evinin deməli böyük bir bağçası var. Hər bir ağac növü var. 15 sotda yerləşir pafaktu. Ancaq deməli sənətdə 13 sotdur. İndi isə mən keçirəm deməli bağçasına və məhəlləsinə. Bax bura deməli bağçası navesin alt hissəsidir. Qarşıda siz deməli hamamını görürsünüz. 2 tonluq su bak var. Gördüyünüz kimi işıq, qaz, su xətləri çəkilib. Yenidən mən sizə deməli bax bura deməli qarşıda gördüyünüz yerdə isə əldamı yerləşir. Bura navesin alt hissəsidir. İndi bax bura məhəlləsidir. Necə görürsünüz bu cür də var. Bax belə bir həyət evinin qiyməti 53 min manatdır qiymətində. Mütləq razılaşma olmalıdır. İnsə bağçasına keçirəm. Gördüyünüz kimi bağçasında hədsiz dərəcədə çoxlu ağac növü var. Hər bir ağac növü bar gətirir, yəni meyvə gətirir. Bax bura deməli bağçasıdır. Təxminən 50-dən çox ağac növü var. Bax belə bir həyət evinin qiyməti 53 min manatdır qiymətində. Mən bildiyimə görə mütləq razılaşma olmalıdır. Yenə təkrar edirəm. Bax bu gördüyünüz deməli daşınmaz əmlakın sənədi, torpağın öz sənədidir. Bu sənəd ilə evin özünə yəni çıxarış almaq 2 vuraq 2-dir. Bu cür dedim bu sözü. İnsə evin xarici görünüşünü görürsünüz. Bax bura bağçasıdır. Bax belə bir həyət evinin qiyməti 53 min manatdır qiymətində. Mütləq razılaşma olmalıdır. Yenə bağçası haqqında mən sizə deyim. Təxminən 50-dən çox hər bir ağac növü var. Bax belə sizlərə uğurlar.